Uşaqlıq yolun qaşınırsa, qızarıbsa, pis qoxu gəlirsə, süd rəngində axıntılar olursa, sidiyə gedəndə yanma, göynəmə, münasibət zamanı quruluq, ağrı yaşayırsansa, bu artıq həyəcan təbliğidir. Sən uşaqlıq yoluna düşmüş göbələyin ilkin mərhələsindəsən. Müdaxilə etməsən vəziyyət ağırlaşacaq və adət dövründə, yəni menstruasiyalarda gecikmələr yaşanacaq. Bəs bu problemdən necə qurtulub bu əlamətləri aradan qaldırmaq olar? Ekrandakı auraya toxun, qırmızı rəng olsun, ətraflı izah edeyim. Yaxınlaş apteka Kandivak Şam al. Kandivak Şam antiseptik təsirinin köməyi ilə istifadə etdiyiniz zaman bu əlamətləri aradan qaldırmağa kömək edir. Uşaqlıq yolunun selektiv qişasını nəm saxlayaraq mikroflorasını bərpa edir. Yəni yenidən bu problemlərin yaranmasında öndəyir. Ölkənin bütün apteklərində var. Olmasa əczaçılarımızdan xahiş edin, zakas verib köməkli eləyib gətirsinlər. Bu cür faydalı videoların davamı üçün məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalan əczaçınız Balaoğlanla hər zaman sağlam qalasınız.